İşğaldan azad olunmuş ərazilərdə daha 15 sakin üçün özünü məşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Ağdam, Xocalı, Laçın, Ağdərə və Şuşa sakinlərinə mal və materiallar təqdim olunub. Onlar qoyunçuluq, maldarlıq, un məmulatları istehsalı, kiçik dərzi sexi, qadın gözəllik salonu və fotostudiya kimi sahələrdə bizneslərini qurublar. Ümumiyyətlə Xocalı sakinlərinə dövr ərzində 100-dən çox özü məşğul aktivlər təqdim edilmişdir. Bugün isə 15-ə qədər vətəndaşımıza 4 fərqli istiqamət üzrə zərflərin təqdimləsi həyata keçirilib. Düşünürük ki, bu aktivlər vətəndaşlarımızın öz kiçik bizneslərini qurmalarına və müxtəlif sahələrlə bağlı xidmət sahələrinin qurulmasına öz dəstəyini göstərəcəkdir. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə təşəkkür edib. Qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. Özümün maşınım zadım vardı ki, intihası köhnə avadanlıqlardır. Məşğulluğa müraciət elədim dərz avadanlığı üçün. Onu gətiriblər, sağ olsunlar. Bu avadanlığı istədim, verdilər. İndi Həsənizdə yerim yoxdur hələ ki, evə yığacam, evdə məşğul olacam. Kozançılıqdır məndə, kənd təsərrüfatına, əkin sahələri, əhətyanı məhəllələr üçün. Biz müraciət etmişik, mart ayında müraciət etmişdik, iyun ayında təlimlərdən keçdik. Bu gün də təqdimat oldu. Kənd sakinlərinin həyətinin şumlanmasıdır, ondan sonra müəyyən xırda yüklərin daşınmasıdır, nə bilim belə də həm dolanışacaq, həm kömək belə. Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində özünü məşğulluq proqramı vasitəsilə təsərrüfat quran sakinlərin sayı artıq 460-a çatıb.